Salam, hər vaxtınız xeyir olsun. Bugün sizlərlə ev sonu sadə keksi hazırlayacağıq. İçdən gedən ərzaqlarımız 4 ədəd yumurta, 1 stəkan yarım şəkər tozu, 1 paket vanil, 1 qab matmaq, 1 vanil, 1 stəkan süt, 2 stəkan yarım da un. Bunların hər birini mikserlə yaxşıca qarışdıracağıq. Bunların hər birini yaxşıca qarışdırdıqdan sonra indi qoyacağıq sobamıza. Sobanı əvvəlcədən 180 dərəcədə isitmişəm. Gördüyünüz kimi qabda yağlayıb, sonra həmin qarışımı içərisinə töküb qoyacağım pişməyə. Çalışın sobanın ağzını bir 15 dəqiqə açmayın ki, yaxşı şişsin. Sonra bu formada çox gözəl şişəcək. Çöp vasitəsilə yoxlayırıq, pişib-pişməməsini. Gördüyünüz kimi hər tərəfi pişibdir. Artıq mənim ev usulü keksim hazırdır. Gördüyünüz kimi çox gözəl. İndi içərisində sizlərə göstərəcəm. Pambıq kimi yumuşaq, çox gözəl bir keks alınıbdır. Belə videoların davamı gəlməsini istəyirsinizsə kanalıma abunə olmağı, videolarımı bəyənməyi və zəng işarəsini açmağı unutmayın. Kanalıma abunə olaraq zəng işarəsini açan və videolarımı bəyənən hər kəsə təşəkkür edirəm. Hələlik.